2 aprel 2016-cı il. Döyüş meydanına atılan və vətəni yolunda canından keçməyə hazır yüzlərlə igid cəngavər. Yaşından, rütbəsindən asılı olmayaraq düşmənin üzərinə alnı açıq, şir ürəyi ilə çıxan və Allahın bəxş etdiyi o müqəddəs güclə qələbə tariximizin ilk səhifələrini yazmağa başlayan minlərlə qəhrəman. Sən necə böyük bir qüvvə imişsən vətən, səndən doymaq olmur. Deyirsən, varmı itirim, yoxsul qalım, ancaq vətənsiz qalmayım. Elə bir şairin dediyi kimi, huşumu da itirsəm, vətənimi unutmayım. 2016-cı ildə 4 günlük bir müharibə tariximiz var ki, o tarixdə həm fəxarət, zəfər qoxusu var, həm üçrəngli bayrağı uğrunda al qanına boyanan şəhid qanı. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlərdən biri. Döyüşlər Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələnmiş. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Çocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Bu döyüş aprel döyüşləri kimi tarixə düşdü və böyük zəfərimizin başlanğıcı oldu. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədi ilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi. Təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücuma davam etdirmək planı baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllərini daşıyan avtobusa böyük zərbə endirildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azərbaycan silahlı qüvvələrinin 94 hərbiçisi şəhid oldu. 44 nəfər yaralandı. Şəhid olanlardan 48 nəfəri əskər, 12 nəfəri müddətdən artıq hərbi qulluqçu, 12 nəfəri gizir, 22 nəfəri isə zabit olmuşdur. 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan silahlı qüvvələrinin 3 üzvü Azərbaycanın milli qəhrəmanı, 7 üzvü Azərbaycan bayrağı ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, 19 üzvü vətən uğrunda medalı, 43 üzvü igidliyə görə medalı, 45 üzvü hərbi xidmətlərə görə medalı, 2 üzvü general-mayor ali hərbi rütbəsi ilə mükafatlandırılmışdır. Şəhidlərimiz bizim həm qürur yerimiz, həm kədərimiz, həm tariximiz, həm də eyni zamanda qalibiyyətimizdir. Vətən sağ olsun deyib, balasını torpağa əmanət edən, övladının tabutunun üzərindəki bayrağı qoxlayıb, sanki qoxusunu ondan alan analar, atalar, biz sizin qarşınızda baş əyirik. Bugün 4 günlük müharibə kimi tarixə yazılan aprel döyüşlərindən tam 5 il keçir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını
daim şad etmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər birimizin ən böyük amalıdır. Bütöv bir Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalaraq əbədi bir məşəl yandırdınız ki, o məşəl nə bir daha sönər, nə də bu üç rəngli bayraq qalxdığı zirvədən bir daha enər. Bugün aprel şəhidlərimizin də ruhu şaddır. Çünki uğrunda canlarını qurban etdiyi Qarabağ artıq azaddır, bizimdir və bizim olaraq da qalacaqdır. Mənliyimizi, səadətimizi və ən başda da qırılan qürurumuzu yenidən dirçəldən qəhrəmanlarımız, nur üzlü şəhidlərimiz, sizlər yaddaşlarda, tarixlərdə adınızı daim yaşadacaq bir xalqın əbədi ant yerisiz. Elə bir ant yeri ki, deyil əsrlər, qərinələr ötsə belə, adınız və qəhrəmanlıq dastanınız nəsildən nəsillə ötürülərək əzbərə çevriləcək. Yeriniz cənnət, ruhunuz şad olsun vətən oğulları.